Sizi sağlamlıq rubrikamızda salamlayırıq. Yaxşı əhval-ruhiyyə sağlam bədəndən başlayır. Mən Sona sizə kömək edəcək faydalı məsləhətləri bölüşəcəyəm. Müqəddəs kitab deyir. Çünki öz-özünə deyirdi. Heç olmasa paltarına toxunsam sağalaram. İsa da dönüb ona görərək dedi. Cəsarətli ol, qızım. İmanın səni xilas etdi. Qadın o saat sağaldı. Salam əziz dinləyicilərimiz. Bugünkü podkastımızda sizi təbiətin tropik möcüzəsi ilə tanış edəcəyik. Bugün mövzumuz kokos haqqındadır. Sizə kokos haqqında 3 maraqlı fakt deyəcəm. Bilirsinizmi ki, kokos ağacı bir çox tropik ölkələrdə həyat ağacı adlanır. Çünki onun meyvəsi, yarpağı, kökü və qabığı tamamilə istifadə olunur. Cəmi bir kokos ağacı ildə 75-dən 100 ədədə qədər meyvə verir və hər bir meyvə bir neçə ay saxlanıla bilər. Bu təbiətin saxlama qabıdır və qədim zamanlarda dənizçilər kokos suyu ilə susuzluqlarını yatırırdılar. Çünki o həm təmiz idi, həm də zəngin elektrolit tərkibinə malik idi. Kokosun tarixi min illər əvvələ Cənub-Şərqi Asiya və Sakit Okean adalarına gedib çıxır. Arxeoloji qazıntılar göstərir ki, Hindular və Malaylar kokos ağacını müqəddəs sayırdılar və onu həm ərzaq, həm də şəfa mənbəyi kimi istifadə edirdilər. Ərəb dənizçiləri kokos meyvəsini Hind qozu adlandırmış və bu ad Avropaya kokonut kimi keçmişdi. Maraqlıdır ki, Avropa dənizçiləri bu meyvəni ilk dəfə görəndə onun dırnaqarası üzündəki 3 tünd nöqtəni bir üzə bənzədiblər və ona koko, yəni balaca xortumlu ruh adını veriblər. İndi isə gəlin bərabər kokosun müsbət və mənfi xüsusiyyətlərinə nəzər salaq. Onun birinci müsbət xüsusiyyəti ondan ibarətdir ki, kokos elektrolit mənbəyidir. Kokos suyu tərkibində kalium, maqnezium, natrium kimi minerallarla doludur. Susuzluğun qarşısını almaqda əla vasitədir. İkinci, o immuniteti gücləndirir. Kokos yağı laurik turşusu ilə zəngindir. Bu maddə isə antiviral və antibakterial xüsusiyyətlərə malikdir. 3. O dəri və saç üçün çox faydalıdır. Kokos yağı nəmləndirici təsir göstərir. Quruluğu azaldır, saçların parlaqlığını artırır. 4. O arıqlamağa kömək edir. Orta zəncirli yağ turşuları metabolizmanı sürətləndirir və toxluq hissi yaradır. 5. O ürək sağlamlığını dəstəkləyir. Düzgün miqdarda qəbul edildikdə yaxşı xolesterin səviyyəsini artıra bilər. Və sonuncu, o həzm sisteminə faydalıdır. Lifli quruluşu bağırsaq fəaliyyətini tənzimləyir. Amma bununla yanaşı bir neçə mənfi xüsusiyyətlər də var. Gəlin onlara da baxaq. Birinci, o yüksək yağ tərkiblidir. Kokos yağı doymuş yağlarla zəngindir. Bu da ürək-damar problemləri riski olan şəxslər üçün diqqətlə istifadə olunmalıdır. İkinci, allergik reaksiyalar verə bilər. Nadir hallarda olsa da kokos allergiyası mümkündür. 3. Onun kalorisi yüksəkdir. Az miqdarda qəbul edilməlidir, xüsusilə pəhriz saxlayanlar üçün. 4. Həddindən artıq istehlak bağırsaqdan narahatlığa səbəb ola bilər. 5. Bəzi hallarda xolesterin səviyyəsinə mənfi təsir göstərə bilər. Bu, təbii ki, fərdi metabolizmaya bağlıdır. Və sonuncu, kokos suyu bəzi dərmanlarla qarışıqlı təsirə girə bilər, xüsusilə təzyiq dərmanları ilə. Nəticə olaraq kokos sadəcə bir meyvə deyil. O, min illər boyu insanların həyatında yer almış sağlamlıq simvoludur. Ondan həm daxili, həm də xarici istifadədə faydalanmaq mümkündür. Amma hər bir təbii məhsul kimi onu da balanslı şəkildə istifadə etmək lazımdır. Allah bizə bəxş etdiyi təbii nemətlərdən biri də kokosdur. Onu doğru tanıyıb,
ölçülü şəkildə istifadə etsək, həm sağlamlığımıza, həm də gündəlik rifahımıza böyük töhfə verə bilərik. Əziz dinləyicilərimiz, hər zamanki kimi sağlam və gümrah qalın. Növbəti podkastımızda görüşənədək.